Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib. Fevralın 4-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada sakinlərlə səyyar görüş keçirib. Səyyar görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri və sektor müdürləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı bildirib ki, ölkə başçısının tapşırıqlarına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir. Səyyar görüşdə ağacların budanması, məhəllə daxili yollarda asfalt örtüyünün salınması, lift və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.